Hər kəsə salam, mən Aynur Babayeva. Bugün Pifaqor teoreminin isbatına baxırıq. Bildiyimiz kimi Pifaqor teoremi düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi həmin üçbucağın hipotenuzunun kvadratına bərabərdir. Bir düzbucaqlı üçbucaq çəksəm, düzbucaq təpəsi, katetlərini A və B ilə adlandırıram, hipotenuzunu isə S ilə adlandırıram. Pifaqor teoremi necədir? Katetlərin kvadratları cəmi A kvadrat plus B kvadrat bərabərdir hipotenuzun kvadratına, yəni S kvadrat. Əslində isə teorem düzbucaqlı üçbucaqda katetlər üzərində qurulmuş düzgün dördbucaqlı da bildiyimiz kimi kvadratdır. Katetlər üzərində qurulmuş düzgün dördbucaqların sahələri cəmi kvadrat olduğu üçün bütün tərəfləri A-ya, eyni şəkildə burada da bütün tərəflər B-yə bərabər olacaq. Kvadratların sahələri cəmi, buna S1, bunu isə S2 ilə adlandırıram. S1 plus S2 bərabərdir. Həmin düzbucaqlı üçbucaqda hipotenuz üzərində qurulmuş düzgün dördbucaqlının sahəsini. Bu dördbucaqlının da sahəsini S3 ilə adlandırırım. S1 plus S2 bərabərdir S3-ə. Bildiyimiz kimi kvadratın sahəsi S bərabərdir X kvadratla tapılır. X burada kvadratın tərəfinə bərabərdir. S1 bərabərdir. Tərəfi A olduğu üçün A kvadrat. S2 bərabərdir. Tərəfi B olduğu üçün B kvadrat. S3 bərabərdir. Tərəfi S olduğu üçün S kvadrat. Düsturda gətirib yerinə yazsam, S1-in yerinə A kvadrat plus S2-nin yerinə B kvadrat yazıram və bərabərdir S3-ə, yəni S kvadratına. Bu da Pifaqor teoreminin isbatı olmuş olacaq.